Değerli izləyicilərimiz, salamlayıram hər birinizi. Bugün sizlərə Balakən rayon Füzuli küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçəsinin kəsişməsində yerləşən evimizi və torpaq sahəmizi təqdim edəcəm. Qeyd edim ki, videoya sonuna qədər baxın, çünki təqdim edəcəyim torpaq sahəsinin üstünlükləri vardır dostlar. Hər bir tərəfi belə deyək, həm Məmməd Əmin Rəsulzadə küçəsini, həm də Füzuli küçəsi ilə tam yola düşən hissəsi vardır. Buranı alaraq bir neçə yerə də bölə bilərsiniz. İçində evi vardır dostlar. İndi sizlərə təqdim edəcəm. Evin deməli yaşayışı yararlıdır. 2 mərtəbədir. Hər 2 mərtəbəsi də belə deyək, orta təmirlidir. Yaşayış üçün hər bir şərait vardır daxilində. 8 sot ümumi sahəyə malikdir. Kubçalıdır. Yəni hər bir sənədi əldədir. Gördüyünüz kimi arxa hissəsinə düşən yoldur. Qarşı tərəfimiz Balakən bazarıdır. Gördüyünüz kimi bayraq meydanıdır dostlar. Bu hissədə də əlavə olaraq yola düşən hissəsində də digər bir evin inşasını apara bilərsiniz. Hər bir tərəflərdə qonşuluqlarla əhatə olunmuşdur. Gözəl bir ərazilərdən hesab olunur dostlar. Həm infrastruktura, həm də yaşa obyektlərə yaxın bir məsafədə yerləşir. Qarşı tərəfdə belə deyək, Nizami Gəncəvi adına 1 saylı orta məktəb, Nəsimi adına 2 saylı orta məktəb. Tam Balakən şəhərinin mərkəzi küçələrindən biridir. Bildiyiniz kimi Füzuli küçəsi. Və torpaq sahəmiz, evimiz də gördüyünüz bu evdir dostlar. Sərfəli qiymətə də təklif olunur. Əgər siz ev axtarırsınızsa, torpaq sahəsi axtarırsınızsa, birbaşa bizimlə əlaqə qura bilərsiniz. Qeyd edim ki, yəni hər bir sənədi əldə olan torpaq sahəsi və evdir. Minnətdaram. Sağ olun.